Salam hər kəsə, mən Batrika bəy. Çoxları öz maşınında, yəni Tesla maşınında maşının sertifikatının olub-olmaması barəsində suallar verir və bu sualların cavabı olaraq istərdim ki, belə bir video çəkim. Ümumilikdə sertifikata necə baxılır ki, sizin maşınınızın sertifikatı var, yoxsa yox? Onun ötürü ümumi menyuya daxil oluruq. Aşağı hissədə software bölməsinə daxil oluruq. Model 3 yazısı var. Barmaqla bura üzərinə basıb saxlayırıq. Sonra servis yazırıq. Servis belə yazılır. OK basırıq. Belə bir hissə gəlir. Enter basırıq. Belə bir səs gəlir. Narahat olmayın. Normaldır. Sonra infotainment gördüyünüz hissəyə, bu hissəyə daxil oluruq. Infotainment hissəsində connectivity və mütləq yadınızda saxlayın ki, sizdə maşın Wi-Fi-yə qoşulu olmalıdır ki, siz connection olub olmadığını biləsiniz. Aha, gördüyünüz kimi Tesla Connection əgər mövcuddursa, demək sizin maşınınızın sertifikatı var. Bu və digər maraqlı videolar, informasiyaları əldə etmək istəyirsinizsə, mütləq Batrika bəyi izləyin.